Mən deyəsəm burada New Yorkda Summit One Vanderbiltdə öz yüksəklik qorxuma qalib gəldim. Siz də bir gün New Yorka getsəniz, bura mütləq gedin. Əslində New Yorkda yüksək mərtəbələr çox olduqdan observatoriyalar da çoxdur. Bir dənə mənfisi varsa sıradır. Sıra həddindən artıq çox uzundur. Nəinki girişdə, hətta çıxışda da 1 saat sırada gözləyirsiniz. Amma dəyərmi? Əlbəttə ki, dəyər. New Yorka düz 427 metr yüksəklikdən 360 dərəcə baxa bilərsiniz. İçəri girən kimi hər tərəf güzgüdür və sanki məkanın harda bitdiyi bilinmir. Sözün açığı mən özümü böyük bir kaleidoskopun içində hiss edirdim. Sanki süni intellektlə yaradılıb. Güzgülərin harda bitdiyi bilinmədiyi üçün siz özünüzü bu şəhər ilə bütövləşmiş kimi hiss edirsiniz. Elə maraqlandım, bu güzgülərdə sonsuzluq və perspektiv ideyasını göstərirmiş. Daha sonra qalxırsınız heliumlu, gümüş şarlar olan bir otağa. Bura çox maraqlıydı və çox gözəl şəkillər alınır. Təəssüf ki, mən tək olduğumdan ancaq özümü çəkirdim. Siz tək getsəniz mütləq bura özünüzlə tripod götürün. Bu otaqda hərəkət edən yüzlərlə reflektiv şarlar var idi. Bunun da mənası nəzarətsiz, sərbəst düşüncə, yüngüllük, azadlıq imiş. Tam da Amerikaya xas xüsusiyyətlər. Başqa bir otaqda isə belə civəyə bənzər güzgü panelləri var idi. Ən maraqlısı isə tam şəffaf olan bir zona idi. Çox maraqlı təcrübə idi. Sizə də bura getməyi tövsiyə edirəm.